Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ümid Ağayevin barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb və qərar elan olunub. İttihama görə hadisə 2024-cü ilin oktyabrında gecə saat 01 radələrində Masallı rayonunun Təzəalvadı kəndində yerləşən Dostluq kafesində baş verib. Kafedə spirtli içki qəbul edən 2001-ci il təvəllüdlü Ümid Ağayev istintaqa məlum olmayan dərəcədə sərxoş vəziyyətdə olub. O tanışı zərər çəkmiş Davud Əkbərli ilə mübahisə edib. İttihamda göstərilir ki, mübahisə zəminində Ümid heç bir əsaslı səbəb olmadan Davudu öldürmək qərarına gəlib. Üzərində olan bıçaqla onun qarın boşluğuna və döş qəfəsinin son nahiyəsinə zərbə vurub. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən zərər çəkmişə həyat üçün təhlükəli, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirilib. Hadisə zamanı kafedə olan şəxslər təqsirləndirilənin əlavə bıçaq zərbələr endirməsinin qarşısını alıblar. Zərər çəkmiş dərhal xəstəxanaya çatdırılıb və vaxtında göstərilən tibbi yardım sayəsində onun həyatı xilas edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümid Ağayev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin apellyasiya instansiyasında hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cəza 7 il 6 ay endirilib. Qeyd edək ki, ad və soyadlar şərtidir.